Riskli vergi ödəyicisi ilə bağlı olaraq Nazirlər Kabinetinin 265 nömrəli qərarı var. Hansı ki, biz bu məsələnin əsasını vergi məcəlləsindən xüsusi olaraq məhz həmin qərarda görə bilirik. Hesab edirəm ki, istənilən bir sahədə uğurlu olmaq üçün insan emosional vəziyyətini idarə etməyə bacarmalıdır. Həmin qərardakı ən mühüm dəyişiklik bundan ibarətdir ki, əgər ki siz hər hansı bir qaymə kəsirsinizsə və qarşı tərəf riskli vergi ödəyicisi hesab olunursa, vergi xidməti sizə həmən riskə salmır. Sizə bir bildiriş göndərir, xəbərdarlıq verir ki, ehtiyatlı olun. Və əsas etibarıyla da məktubu cavablandıranda qanun sizə 5 iş günü vaxt verir. Əgər ki, siz 5 iş günü müddətində müraciəti cavablandırsanız, bu zaman sizin riskə düşmək ehtimalınız demək olar ki, çox böyük bir faizdə azalacaq. Aliment əgər ki, qarşı tərəfə ödənilirsə, burada nə qədər gəlir münasibətləri olmağına baxmayaraq, o hər hansı bir vergi borcu və yaxud da vergi öhdəliyi yaratmır. Lakin qarşı tərəf öz gəlirinə münasibətdə ödədiyinə görə, o mütləq qaydada gəlir vergisini verib, ona uyğun olaraq aliment öhdəliyini icra edir.